Cəza yox, anlayış var. İnsanlığın yeni dövrü. Heç nə boşuna deyil. Seçdiyim avatar niki. Yalnız bir ad deyil, bu həqiqətin danışan bir logosudur. Bu logo mənə gəldiyim məqamı, etdiyim səhvləri, yaşadığım bütün təcrübələri və aydınlanma yolumda gördüyüm hər şeyi olduğu kimi səhvi ilə, düzü ilə, pillələri addım-addım çatdırmağımı simvolizə edir. Həqiqətlər danışır başlığı altında hər paylaşımım, hər fikrim və hər attığım addımım həqiqətləri əks etdirdi. Başlığın altında yatan həqiqət şəffaflıq və dürüstlükdür. Bugün mənə qarşı ittiham irəli sürən bir qurum, bir dövlət, bir hakimiyyət yoxdursa, demək ki, bu dövr artıq cəzalandırıcı qurumlar əsasında deyil, anlayış və ali insanlıq tərəfindən idarə olunur. Bunu deməyə özümə borc bilirəm. Bu, Nəsiminin simasında gözünüzün qabağına gətirəcəyiniz bir həqiqətdir. Mən bugün burada danışa bilirəmsə, deməli, həqiqətən bir şəffaf və demokratik, ali insan anlayışına hörmətlə yanaşan bir iqtidar tərəfindən idarə olunuruq. Bunu hər kəs bir gün anlayacaq. Bəli, indi insanlar elə bir dönəmə qədəm qoyublar ki, cəzalar heç də insanları cəzalandırmaq üçün, həqiqətdən uzaq salmaq üçün yox, əksinə səhvlərini anlamaq və həqiqəti dərk etmək üçün tətbiq olunur. Cəzalar insana insan olmağı öyrətmək üçün tətbiq olunur. Anlayışı və insanlığı öyrətmək üçün tətbiq olunur. Bu yol yalnız mənim yolum deyil. Bu hər kəs üçün bir işıq, hər səhv və hər uğur üçün bir dərsdir. Məqsədim insanlara gerçəkliyi göstərmək, onları aldatmamaq, insanlara insan anlayışının heç də sıradan biri yox, ali bir yaradılış olduğunu çatdırmaq oldu. Məqsədim insanlara gerçəkliyi göstərmək, onları aldatmamaq və hər zaman dürüst qalmaq oldu. Avatar isə həqiqətləri danışır başlığı altında mənim bu prinsipim və həqiqətə bağlılığımın rəmzidir. Qazandığım sevgiyə, qazandığım nifrətə, qəbul etdiyim xoş sözlərə, qəbul etdiyim nifrətə, söyüşə, hər şeyə görə hər kəsə təşəkkür edirəm. İnsan olmaq hər kəsin yüksələ biləcəyi ən ali məqamdır. O, nə dünya malına, nə vara dövlətə bağlı deyil. O satılmır. O, pulla əldə olunmur. O, nəfsinə üstünlük göstərə bilənlərin yüksələ biləcəyi ali bir məqamdır. Avatar təqdim etdi, danışır həqiqətlər.